Salam əziz və hörmətli dostlar, gününüz, vaxtınız xeyir olsun. İnsafəli Hidayətdir danışan. Bu günləri dünyada ən böyük torpaqlar kimə aiddir, ya torpaqların, ən böyük torpaqların sahibi kimlərdir? Bunun haqqında ingiliscə bir araşdırma aparırdım və bu araşdırmanın sonunda bu sorunu özümdən soruşdum ki, İran adlanan yerdə ən böyük torpaq sahibləri kimlərdir? Mən icazənizlə elə bu soruya burada cavab verim. İstəmirdim heç buna bu gün cavab verim burada. Amma indi ki sorunu açdıq, ona bir cavab verək ki, nədir? Mən bu sualı Google-də axtararkən bir ciddi məsələ gördüm. Əgər tapsam onu, mən bunu ehtimalən save eləməmişəm. Yox, buradadır. Yerevan, diqqət buyursanız burada, Yerevan Abrahamyan İran Dərbeyni İnqilab kitabında, mən bunun kitabın özünü oxumamışam dostlar, fəqət bunu bir nəfər məqaləsində bundan istifadə edibdir. Onu kopya eləmişəm, qoymuşam bura gördüyünüz kimi. Yazır ki, kitabı da Kazım Firuzmənd tərcümə eləyibdir. Əlbəttə bir ayrı neçə nəfər ayrı adamla birlikdə. Deyir ki, Rıza Şah be hengam kənarəgiri, bilmirəm niyə yazıb kənarəgiri odur ki, adam özü istifa elər. İstifa eləmədi ki, onu götürdülər, əl-qol bağlı apardılar. Hesab-ı banki ba 3 milyon pound nəqdini. 3 milyon pound İngilistan puludur, dünyanın ən mühüm puludur. Deyir ki, ondan nəqd pulu 3 milyon pound idi və əmlaki, burası mühümdür, balığı bər 3 milyon hektar. 3 milyon hektar da yeri var idi bu Rıza Palaninin. Bu Rıza Palani, dostlar, bilirsiniz ki, bir yetim təqribən uşaq idi və sərbazçılıqda da əmisi idi, dayısı idi, nə idi o zaman Qəzzaq ordusunda paltar tikirdi. Bu da gedirdi orada, uşaq idi, 10 yaşında falanında gedirdi orada, məşğul olurdu. Sonra bunu aldılar orduya və yavaş-yavaş bu orduda qaldı. Əslində bir şeyi yox idi. Yəni bir hüquq alırdı, geçinirdi, arvad uşağı var idi filan bəhman. Amma bu elə ki gəldi hakimiyyətə yetişdi. Əlbəttə bu yazılan bu ki 3 milyon pounddur, bu ən aşağı şeydir. Yəni mədrək ki vardı odur, yoxsa deməyiblər ki nə qədərdir. Məsələn, şirkətləri aldıqları, nə bilim, karxanalarda falan da qoyduqları pullardan xəbər yoxdur. Ərz eləyim ki 3 milyon hektar, bilirik ki hər hektar 10.000 metridir. 3 milyon hektar dostlar, bunu çarpın 10.000 metrə. Yəni mən əgər istəyəm bunu bir hesab eləyəm, böyük bir 3 milyonun qabağına 4 dənə də sifr qoysaq, ola, görün nə böyük bir rəqəm olur. Böyük bir metr hesaba çıxır. Ondan sonra burada səbt əsnadın, üzr istəyirəm, Oqafın yerləridir. Əlbəttə bir nəfər burada var, Söhrab Məşhudi adında, rəis Quruh Şəhərsazi Camiə Mühəndisin Müşavir adında bir adamdır. Adam imiş, indi bilmirəm var ya yox. O bir yerdə danışır, bir seminarda deyir ki, dövlət ma buzurgtərin malik zəmin dər İran است. Yəni İran dövləti, İran adlanan yerdə ən böyük yer sahibidir. Hudud 75 تا 80% زمین‌های ایران دولتی است. Yəni hər 100 metrdən 75 ta 80 metr dövlətin əlindədir. Əlbəttə bu deyir ki, hudud 50 ta 60% اینها لم یزرع است. Deyir ki, bunların 50 ta 60%-i
o yerlərdir ki, orada bir şey bitməz. Və əcibin ki, müdiriyyət am bər öhdəyi Vəzarət Kişavərzi ist. Vəzarət Kişavərzidə bunu saxlayır. Sonra Oqafın yerləri bilirik nə cürdür, onun bunları istəmirdim deyəm. İcazənizlə gedim bu əksi ki götürdüm ona. Mən axtardım, gördüm ki, İranın yer malikləri kimlərdir? Ən böyük. Bir dənə məqaləyə rastlaşdım. Bu məqalənin əvvəl görək kim yazıbdı? Malikan-ı Buzurg-i İran adında bir məqalədir. Bunun başı necə keçsək, gəlsək görəcək yazıbdı ki, burada bir belə bir məsələn qədim 2 qranlığın üstündə belə bir əks var idi. Görürsüz bu sarı şer Qacarınçıdır. Əlbəttə sonra biraz dəyişdiriblər. Burada sağ tərəfdə gördükləriniz önəm daşımır o qədər. Bu abi yerdə yazılan, mavi yerdə yazılana baxın. Ruzi Rəstaxiz Milli 28 Əmurdad 1332 1332-ci ilin 28 Murdad ayının 28-i Milli Rəstaxiz diriliş günüdür. Rəstaxiz dostlar fikir edirəm ki, o şeyə təqabül edir. İngiliscədən tərcümə eləyiblər. O indi yadımdan çıxdı ki, bu ingiliscəni nədən təqabül ediblər? O kəlmə dəqiqən yadımdan çıxdı. Məna zehnimdədir, amma ondan sonra baxın burada Dərgah-ı İnqilab Şah-ı Mərdum. O İnqilab Şah-ı Mərdum var idi. O zaman şahına millətin inqilabı. Onun dərgahı, yəni veb-sayt. Veb-saytın yerinə dərgah işlədi. Dərgah-ı Əla Həzrət Humayun Məhəmməd Rıza Şah Pəhləvi Ariyamehir. Bu veb-sayt Məhəmməd Rıza Şah Pəhləvi Ariyamehrin Humayun nişanın şeyidir. Veb-saytıdır. Və bu tərəfdə görürsünüz Ruz Nəncin 15 Xordad 1080 və 15 Xordad ki, Xomeyni yerləri bölmək və xanımların hicabsız olmağına, nə bilim filan bəhman onlara etiraz edilmişsə, onda Ruzi Nəncin bilibdir. Yəni bunun dostlar, bu veb-sayt əslində Məhəmməd Rıza Şahın tərəfdarları tərəfindən ya onun ailəsi tərəfindən idarə olan bir yerdir. Bu məqalə ki yazıbdı Malikan-ı Buzurg-i İran, ona diqqət buyurun. Der İran بیش از 90 مالک بزرگ یا feodal یا زمیندار بزرگ vücud داشت. O islahat ərziyyət işarə edir ki, o ildə, yəni ona görə bunu yazıblar. Deyir ki, İranda o zaman Qacar dövründən ta o zamanacan ki 1300 neçə oldu? Ehtimalən 1342-də əgər səhv eləmirsəm, burada onu yazıbdı. Bəli, 1342-yə qədər, yəni Məhəmməd Rıza Şah da 56-57-də gedirsə, o qədər bir şey eləmir. Yəni o zamana qədər İranda 90 dana böyük malik ya feodal var imiş. Diqqət buyurun bu kəlmələrə ki, bu məqalədə işlədildi. Der İran بیش از 90 مالک بزرگ یا feodal یا زمین دار بزرگ وجود داشت. Bir deyir ki, ya bunlar böyük malik idilər, ya da feodal idilər, ya da böyük yer sahibi idilər. Mən bilmirəm, malik buzurgla, feodalla, zəmindar buzurgun arasında fərqlər nədir? Malik buzurg, zəmindar buzurg, feodal. Ya işlətdiyi üçün, yəni ki, ehtimalən bunlar üçdə bir kəlmə hesab olur. Yəni istəyib beləsi desin. Ki بیشتر آنان diqqət buyurun, bu 90 nəfərin çoxu Qacaryan Moğol biganə işğal کننده İran بودند. Diqqət buyurursunuz, kəlmələrə diqqət buyurun. بیشتر آنان Qacaryan Moğol biganə işğal کننده İran بودند. Ki bunların bir çoxu Qacarilər idilər ki, Moğol idilər, özgə idilər, İranı da işğal edənlər idilər. Diqqət buyurdunuz, belə bir baxış var idi o zamandan türklərin üstündə və bu cür şey edirdilər ki, zəminهای کشور ایران را با مردمانش میان خود تقسیم کرده بودند ki, cümləni elə yazıblar ki, elə ki, orada yaşayan insanlarla yerləri bölmüşlər, amma istir deyək ki, yox, adamları da bölmüşdülər öz aralarına.
bölmüşdülər, ha belə yerləri də. Və xudra feodal xandan. Bunlar özlərinə feodal dedilər. O halda ki, onlar özlərinə feodal demirdilər, xan deyirdilər ya ərbab deyirdilər. Və xudra sahib canımal İraniyan danistənd. Və özlərin hər halda buradan bu üzəsi dərdimizə dəymir. Sadəcə buraca. Əlbəttə bu məqalə çox cəlibdir. Mən əgər geçsəm bir də onu görüm Google-dən tapsam. Əgər burada fikirəm buraydı, yox bu Sırat News'dur, bu deyildi. İcazənizlə mən istəyirəm ki, o məqaləni ki tapdım, onu tapsam, İslahat-ı ərzi, Sən Malikan-ı Buzurg ərzi, bu da ki oradır. Bu da BBC Çin zəminə İranda میخورند. Bu da cəlibdir. Bir də bunu burada gəldi. Burada dostlar diqqət buyurun. Gəlir deyir ki, nam 10 buzurg feodal İran bedin qərar است. İstir burada Məhəmməd Müsəddiq onun ailəsini göstərir. Birincisi Həzrət Əqdəs-i Vala Ağay Əzədüssultan şohər xahər Məhəmməd Müsəddiq. Məhəmməd Müsəddiqin bacısı əri adı Həzrət Əqdəs-i Vala Əzədüssultanımış. O. İkincisi Həzrət Müstətab Elliyə Aliyə Həzrət Ulya Damət Şokətəha zəni Müzəffəriddin Şah xalı Məhəmməd Müsəddiq. Məhəmməd Müsəddiqin xalası ki, Müzəffəriddin Şahın xanımısıymış. O. Üçüncüsü Həzrət Vala Ağay Fərmanfərma. Dayı Məhəmməd Müsəddiq. Müsəddiqin dayısı. Əlbəttə bilirsiniz, Müsəddiq Qacar ailəsindən gəlmədi. Türk kökənlidir. Kökü Türkdən gəlir. Onun üçün burada onları sahibdir. Yəni hər halda Qacarlar böyük güc sahibi və sərvət sahibi və yer sahibi idilər. Cənab-ı Ağay İmam Cümə, Tehranın İmam Cüməsindən həttəmən söz gedir. Bəradərzən Məhəmməd Müsəddiq. Məhəmməd Müsəddiqin xanımısının, yəni qadınının desək, xanımısının qardaşı ki, İmam Cümə imiş. Beşincisi Cənab-ı Hacı Nasirüssəltənə bəradər şohər madər Məhəmməd Müsəddiq. Məhəmməd Müsəddiqin nənəsinin bacısı əri. Bəradər şohər madər Məhəmməd Müsəddiq. Allah Allah. Biraz burası qaçış oldu. Bəradər şohər madər bəradər şohər. Aha, yəni ərinin qardaşı, üzr istəyirəm. Bu Hacı Nasirüssəltənə Məhəmməd Müsəddiqin nənəsinin ərinin, yəni niyə demir ki, bu Məhəmməd Müsəddiqin əmisidir. Deyir ki, beləsi bir uzun bir şey deyibdir. Cənab-ı Müstətab Əcəl Ağay Vəzir Dəftər Mirzə Hüseyn bəradər Məhəmməd Müsəddiq. Məhəmməd Müsəddiqin qardaşı ki, adı Mirzə Hüseyn imiş, onun Ağay Vəzir Dəftər özdə. Nəcmüssəltəni madər Məhəmməd Müsəddiq. Məhəmməd Müsəddiqin anası özü də böyük yer sahibi imiş. Qacar padişahının qızıdır hər halda. Cənab-ı Ağay Zəhirul İslam bəradər zəni Məhəmməd Müsəddiq. Məhəmməd Müsəddiqin xanımısının bacısı, yəni baldızı. Baldızının qardaşı. Bəradərzən Məhəmməd Müsəddiq. Aha, üzr istəyirəm. Məhəmməd Müsəddiqin qeyni olur. Müsəddiqin qeyninə deyir ki, Zəhirül İslam da adı o. Və 9-cusu Cənab-ı Vəkilülmülk Mirzə Fəzlullah şohər madər Məhəmməd. Vallah bu da qalmışam burada. Necə ki, yəni Məhəmməd Müsəddiqin nənəsinin əri. Niyə belə yazıblar? O halda ki, yəni dədəsi də, bəlkə də öcək dədəsi, beləsi ona görə yazıblar. Bunun da adı Mirzə Fəzlullahdır, Vəkilülmülk.
Və özü də Məhəmməd Müsəddiq də 10-cısını gətiriblər. Əlbəttə bundan sonra görürsüz burada tamamilə bu 90 dana, 91 dana yer sahibinin adını yazmışdılar. Dostlar, bu bizə əcib gəlir bəlkə. Mənbə Mehdi Şəmşiri, Zindigi-namə Məhəmməd Müsəddiq falan. O da ki, heç. Bizə bəlkə əcib gəlir ki, 91 nəfər Qacarın sonlarından ta 1342-yə qədər İran torpaqlarının, İran adlanan yerin torpaqlarının sahibləri imişlər. Yəni 91 yerə bölünürmüş məmləkət. Əslində belə imiş. Çünki sahibləri bunlar imiş. İndi dostlar, bunu dedik. Bu əlbəttə ehtiyacı var ki, bunun üstündə çox bəhs olsun. İcazənizlə mən sizə burada biraz da şeydən deyim. Bu təhqiqçi elirdim ki, görək nədir. İngilistanın şahı dostlar, bugünkü mən sizinlə danışıram, 15 dana məmləkətin sahibidir dünyada. Kimlərdir bu? Nələrdir bunlar? Today the Queen is... Queen əlbəttə ölüb 2 il bundan qabaq, 2 il bundan qabaq. İndi ona the Queen is the head of state of 15 countries in the Commonwealth realm, including the United Kingdom. 15 dana məmləkətin Commonwealth üzvlərinin məmləkətin rəisidir, sahibidir, rəisi dövlətidir. O cümlədən Birləşmiş İngilizistan şahlığı. The other nations are Australia. Australia biridir. Kanada ikincisidir. New Zealand üçüncüsüdür. Antigua and Barbuda üçüncüdür. The Bahamas, Bahamalar dördüncüdür. Belize beşinci. Grenada altıncı. Jamaica 7. New Guinea. Papua New Guinea fikrim 8 oldu. St. Lucia 9 olacaqdı. Samoa 10 olacaqdı. Samoa Islands əlbəttə. St. Kitts and Nevis qatışdırdım, bilmirəm indi bu neçinci olacaqdı. And St. Vincent and the Grenadines. Bu məmləkətlərin sahibidir. Mən indi baxırdım ki, görüm, yəni nə? Dostlar, sahibidir, yəni malikidir. İndi bunu bəzi misallarla deyəcəyəm xidmətinizə. The Commonwealth countries, bir dənə şey vardı, İngilistan işğal elədiyi torpaqlar və sonra sümürcüyə çevirdiyi, işğal elədi, bir müddətdən sonra insanların beynində işğal eləyəndən sonra onlar sümürcüyə başladı, yəni istimar eləməyə başladı. Onlara Commonwealth deyirlər. Deyir ki, other Commonwealth countries have proposed replacing the Queen as head of state in recent years, including Australia. Australiyalılar da bunun içində bir neçə məmləkət deyiblər ki, biz istiyoruz, daha biz İngilizistan şahı bizim şahımız ya mələkəsi bizim mələkəmiz olmasın, bizim dövlətimiz müstəqil olsun. Deyir ki, geçən illərdə istəyiblər ki, belə bir iş görsünlər. Hangi məmləkətlərdən? Üstədik 15 da, 15 dana qalır ona görə. Of the 32 countries, 32 məmləkətdən ki, Queen-in əlindəydi, keçən illərdə, yəni çox uzun il deyil, məsələn 20-25 ilin içində məmləkətlərdən, 32 məmləkətdən 15-i hələ qalır, yəni 17-si gediblər müstəqil olsunlar. She has acted as sovereign over during the 69 years on the throne. Deyir, bu 69 il ki şahlıq elirdi, mələkəlik elirdi, təxtə oturmuşdu. O zamanda 32 məmləkətin müqəddəratı torpağı bunun əlindeydi. 17 have removed her from the position. 17 məmləkət onu çıxdılar. İndi dostlar, deyir ki, Australia has also had several debates on the matter. Avustraliyalı da bunun üstündə bəhs edirlər. Diqqət buyurun, burada biraz demokrasi məsələsinə görün ki, əcəba İranda ola bilər ya yox. Buna biraz diqqət buyurun. Deyir ki,
The latest time the country held a referendum to remove the Queen as head of state was in 1999, but 54.9% voted in favor of keeping her. Deyir ki, ən son 1999-cu ildə Avustraliya kontinent qarəsində bir referendum apardılar ki, Queen'i, mələkəni, İngilistanın şahın, yəni şahların götürsünlər, cumhuriyyətə çevirsinlər. Beləsi desəm daha rahatlıq. Deyir ki, fəqət 54.9, yəni 55% adamlar dedilər, yox, biz istəmirik mələkəni götürəsiz. Elə mələkə qalsın. İndi bu mələkə who owns the most land in the world? Dünyada ən böyük yer sahibi kimdir? Diqqət buyurun. Who owns the most land in the world? The largest landowner in the world currently is King Charles II of England. Deyir ki, bu günləri the largest landowner, ən böyük yer sahibi dünya üzündə, in the world, dünya üzündə, currently, indi Charles, üçüncü Şah Charles'ıdır. Üçüncü Şah Charles'ıdır ki, İngilistana şahlıq edir. Pəs bu ən böyüyüdür. Amma indi baxaq görək ki, Kanada, bunları kopya eləmişəm, qoymuşam bura ki, rahatca mən bunları istifadə edeyim. Qəsdim də bu deyildi. Fəqət istirdim o Qacar məsələsini, o Qacar, yəni Moğol, biqani, işğalgər filan, onları sizə göstərim. Amma sözü gətirdi. Gəldik bunları da deyəm, biləsiniz ki, nələr keçir dünyada və istimar, sümürgə, işğal nədir? How much Canadian are paying for a monarch as sovereign grant yearly? Biz Kanadada deyəndə ki, İngilistan dövləti ya mələkə ya şah bizdən pul alır. Deyirlər, yox, pul almır. Yəni, bunu siz görənmirsiniz sənədlərdə. Amma bunlar onun yerinə gətirirlər. Bəzən deyirlər, tax, yəni maliyyat. Buna ad qoyublar. Müxtəlif adlarından pul verilir. Biri onlardan, dostlar, mən axtardım, budur. The level of the grant, səthi ki, grant olur nə mənə? Deyək ki, məsələn, mən birinə bəxşiş edirəm. Bir şey verirəm. Bağışlıram. Bu bağışlamaq grant olur. Deyir ki, o aşaması bu nə qədərdir? 86.3 milyon pound, sterling pound a year 2024-25'də. 2024-25, yəni 2025 ilin bu illərdə ildə 86.3 milyon pound. Hər pound üst-üstə indi dostlar baxsalar görərlər neçə dolardır ya neçə tüməndir. Is linked to, bağlanıb buna. But not directly derived from. Deyir, amma directly verilmir, müstəqil verilmir. Profits from the Crown Estates. Onun yanında mənfəətləri ki, Kanadada olan yerlərdən götürülür. Diqqət buyurun. A profit of land. Yer satılırsa onun mənfəəti ya yer işə verilibsə, məsələn, əkiniciyə verilibdir, balıq tutmağa verilibdir, nə bilim, orada bir şey düzəlibdir, onları kiraya veriblər, hər nə. O mənfəəti ki, yerlərdən gəlir, onun profit of the land. The grant is extended at the beginning of a new reign via order in council. Bir dənə şurası var, council şura olur. Orada deyir ki, buna təsmin tuturlar ki, məsələn, nə cür olsun, nə qədər olsun. Grantin, o bəxşişin extended, uzanır. Bəxşiş uzanır, ya çoxala bilir, ya genişlədə bilir. Hər şeyin əvvəlində. Viewed every 5 years. Every 5 years. Hər 5 ildən bir bunun baxır, o council, o şura baxır ki, düzdür, düz deyil, azdır, çoxdur, çoxaldıq, azaldıq. Məmulən də ki, azaltmazlar, çoxaldırlar. O cinsidir. And subject to scrutiny by Parliament and the National Audit Office. Deyir ki, bu da əlbəttə ki, şeyin də nəzəri var. Parlamanla bir dənə də bir National Audit vardı, bazirəsi deyək. O dəftərdə
Gərək bunu baxa və ya təsvib eləyə. Scrutiny-nin dəqiq mənasını bilmirəm, ona görə bağışlayın ingilisimi. Following the most recent views deyir ki, son baxış ki olubdur, yəni o şura, o konsil baxıbdır ki, görə nə olacaqdır? The sovereign grant will be set at 12%. Deyir ki, %12 o şeyin olacaqdır, onu verəcəklər. Yəni bir belə gərək olsun, %12. Hər o pul ki oradan qazanılır ya satılır ya hər nə, onun %12'si buna getməlidir hər il. Crown %12 of Crown Estate Profits. Mənfəətlər ki oradan o Crown'un estate olur deyək varlıq. Hər nə ki onun yer varlığı var ya yerin üzündə varlığı var. Bilirsiniz Kanadada bir nəfər yer alsa, onun içindən yerin altında ya yerin üstündə bir şey çıxsa, hətta göyündə bir şey çıxsa, onun %51'i mələkənindir. Yəni İngilistan şahınındır. Yəni belə bir vəziyyət qanun var. Amma bunun yanında mələkənin özünün yerlərinin də adamlar burada işlədirlər də, ya dövlətlər var burada 12 dənə ustan dövləti var, ya federal dövlət var. Bir dənə federal dövlət var, 12 dənə də milli dövlətlər vardı. O dövlətlərin hamısının əlində hərəsinin işlətmək üçün yerlər var ki, mələkə verib onlara, ya şah verib onlara ki, siz bunları işlədin, mənfəətindən %12 verin mənə. Tamam. Deyir ki, bu nötiyə qalxacaqdır, 12% olanda grant will increase to, baxın dostlar, burada ədəd gəlir, olur, üstə neçə idi? Üstə dedi ki, 86 milyon 300 min sterling olacaqdır. Gəldi aşağıda deyir ki, qalxacaqdır 132 milyon 100 min sterlingə ildə. Qalxacaq ona. Yəni dedim ki, o increase eləyəcəklər ha. 2000 son zamanki baxıblar, ehtimalən 2024-də ya 25-də baxıblar. Deyiblər ki, gərək bir belə olsun. Nə olacaq onda? Deyir ki, millions. 25-26-cı ilin pulu olacaqdır o qədər. A raise of 45 milyon birdən-birə gətiriblər 45 milyon 800 min sterling nə ediblər? Çoxalıb. O 53%, 53% çoxaldıblar. In cash, özdə cash olacaq, nəqd pul olacaq, maliyyət verməsin. İndi what percentage of land in Canada do indigenous? Kanadanın torpaqları var idi. Bu ingilislərin bu şeyin dədəsi, Charles'ın dədəsi, yəni indiki şahın babalarından biri, neçə yüz il bundan qabaq, 4-500 il bundan qabaq, nə bilim 300 il bundan qabaq, hər nə qədər, o yadımda deyil, bilmirəm, baxmamışam heç əslində. Gəliblər bu torpaqları, adamları gəliblər bura, cəlibdir, burada adamları öldürmək üçün bizim də şahlarımız, yəni Türk şahları da gediblər torpaq alıblar, savaşıblar. Adamlara deyiblər, çıxın meydana savaşın. Çıxarıblar meydana savaşıblar. Ya ölüblər, ya öldürüblər. Ya udublar, ya uduzublar. Bizim şahlarımız. Bu olubdur. Amma diqqət buyurun. Bizim şahlarımız heç bir məmləkətə gedəndə biyolojik onlardan savaşmayıblar. Biyolojik nə deməkdir? Məsələn, mərdçilik salalar. Çox mərdanə savaşıblar. Bunlar gəliblər Kanadaya, Amerikaya, dostlar. Bunlar gəliblər Kanadaya, xüsusən Kanadaya, Amerikaya gələndə, ya bu Latin Amerikaya gələndə, gəliblər gəmilərdən düşüblər, görüblər bunlar varlı millətdirlər, çox da bir şey bilmirlər. Məsələn, alver nədir, qızıl nədir, dəmir nədir, bunları heç də bilmirlər. Yəni, çox bir şeyləri bilmirlər ki, onlar batılılar bilirdilər, ingilislər, fransəlilər, nə bilim, portuqallar, İspaniyalılar bilirdilər, onların dalıcan gəlmişlər, bunlar bilmirdilər. Bunlar burada rahatca, insani yaşırdılar. Savaşları da olsaydı, öz aralarında bir kiçik savaşlar olurdu. Gətirdilər, dostlar, cozan mərisliğin, vəba mərisliğin pətulara büktülər, blanketlərə büktülər. Yəni, onları verdilər, bu mərizlər onların içində yatdılar, bədənlərinin qanlarına, zadlarına dəydi. Onları sütdülər bir-birinə, onları payladılar buradakı adamların arasına. Məsələn, fikir eləyin ki, 10 nəfərə cuzan versiniz, bunlar gedərlər, bilmirlər ki, gedirlər bir-birə ərovat, yoldaş, filan, bəhman. Bu cuzan, bu vəba, bu yayıldı, burada insanlar qırıldı, getdi. Belə qırdılar bu yerlərini. Sonra bir iddətdə qaldı, onları tüfənglə öldürdülər. Bunların yerlərinə sahib çıxdılar. Bunlara indi deyirlər indigenous, yəni yer sahibləri. Yer sahibləri, əsil yer sahibləri. İndi soru budur.
What percentage of land in Canada do indigenous peoples currently own? Bu indiki gündə currently, indi indigenous, o yer sahibləri, əsl yer sahibləri ki, dədə-baba milyonlar il ya yüzlər min il bu torpaqda yaşamışlar, onların evlatları neçə faiz Kanadanın torpaqlarının sahibidirlər. Diqqət buyurun, aşağıda mavi eləyib göstərir. Final answer. Uzun məqalənin sonunda deyir ki, the percentage of Canada's land mass owned and controlled by indigenous people is approximately 5%. Deyir ki, Kanadanın torpağının o bölümü ki, bu insanların əlindədir, onlar onun sahibidirlər indi və onu idarə edirlər özləri. 5%'dir. Yəni 95% ingilislərin əlindədir. İndi burada gedək görək ki, what percentage of land in Canada is owned by the crown? Crown olur tac. Yəni şah da, şah ya o tac neçə faizin alıbdır? Aşağıda yenə mavi ilə görürsünüz 41% 1'dir, 48% 1'dir. İndi bunu deyəcəyəm ki, nə cür bölüblər? 89% mələkənin əlində, ya şahın əlindədir. Yəni o sahibidir bu yerlərin. Crown land is the term used to describe the owned by the federal or provincial government. Deyir ki, deyəndə ki, şah yerləri, crown land, tac yerləri, o bir dana sözdür, termidir, sözdür ki, işlənir, açıqlasın ki, yerin sahibi ki, federal dövlət ya iyalət dövlətlər, provincial, ustan dövlətlər, provincial ustana tərcümə edirlər, amma mən inanmıram ki, o mənadadır, çünki burada federal sistemdir. Federal iyalət də demirlər, əlbəttə, çünki iyaləti də state deyirlər. Burada state demirlər Kanadada, elə provincial deyirlər. Yəni, indi mən baxaram bu provincialın dəqiq mənasını öyrənirəm əlbəttə, görüm ki, nədir. Deyir ki, bu şahın torpaqlarını 2 yerə bölüblər Kanadada. Deyiblər, hər məmləkətin özündə, hər iyalətin özünün dövləti, yəni provincial dövlət, o şahın tərəfindən bu torpaqları idarə eləsin. İcarəyə versin, ya satsın, ya oradan bir iş qursun, filan bəhman. Ya orduya padiqan deyirik İranda, base, army base. Onları qoysun, nə bilim, bazar düzəlsin, hər nə mənə də o böyük maldan, şirkətləri zatları onlara qoysun. Tamam. Bir iddəsi deyir ki, bunları gedəcəkdir. Bir dəsə federal dövlətin əlindədir. O idarə edəcək həmin işləri. Amma onun mənfəəti, oradan gələn mənfəətlərin %12'si gedəcək kimə? Şaha. İndi bunu oxuyur. Authority for control of these public lands rests with the crown. Deyir ki, bunun authority'si, yəni o başda olan müdiriyyət, o ki əmir verə bilir, icra eləyə bilir əmrləri, onun əmrləri icra olsun, deyir ki, o və kontrol olsun. Public dostlar, burada public ümumi mənasında deyil, milli mənasında deyil. Bu cəlibdir. Burada elə bu kəlmələri işlədirlər ki, elə bir məsələn mən ora gedib girə bilərəm, ya orada gedib dolana bilərəm. Yox. O cür bir şey deyil. Məsələn, burada bir park var, mən gedirəm hərdən. Adına deyirlər provincial park, yəni iyalət parkıdır. Iyalət dövləti oranı idarə edir. Siz istəyəsiniz ora gedəsiniz, bir döyür vurasınız, gələsiniz, məsələn maşınla ya piyada. Hər gün 21 dolar verməlisiniz. Yox, istəyirsiniz hər gün getməyəsiniz, istəyirsiniz illik alasınız, 100 dolar, 120 dolar verirsən, bir dana şey alırsan, eləyə bilirsən ki, ora hər gündə gedib gələsən, elə o 100, amma o 120 doların hər gün getmək olmur. Məsələn, biri deyir ki, mənə ucuz gəlsin, üçün ildə 4 dəfə gələm, 5 dəfə gələm, tamam deyir, məsələn, az verim, o cür eləyir, bəlkə bir dəfə gedir, məsələn. Məsələn, mənim yadıma gəlir, parkingidə belə oldu, parking var, maşını park edirsin, gedirsən. Aldıq, məsələn ki, 80 dolar verdik ki, tamam biz hər yerə getsək parçada işlədəcək. Məsələn 3 ildir mən iş gedib o parçalarda saxlamamışam ki, onu da qoyam. Yəni o da 1 illikdir əlbəttə. 3 illik, yəni onu almışam 80 dolar, amma getməmişəm. Mənzurum budur ki, o pulların hamısının %12'si gedəcəkdi bu kimə? İngilistanda şaha. O da şəxsi gəliridir. Canadian land is indi deyir ki enhance their name. Bu da orası nöqtə. Less than 11% of Canadians' land is in private.
Kanadanın torpaqlarının 11-dən azı, 11%-dan %11-dən azı privatedir, şəxsidir. Qalanı public deyir adına, amma public deyil, crown idi. Baxın, indi görək nə olacaq. Deyir ki, 41%, %41-i is federal crown land. %41-i Kanada torpaqlarının federal dövlətin crown landidir. Yəni şahın torpaqlarıdır ki, verib federal dövlət onları idarə eləsin. And 48% is provincial crown land. Və %48 o torpaqların da o 89 dedik ha, 89-dan da dedi biraz çoxdur. O torpaqların %41-i federal dövlətin əlindədir, %48-i provincial ya əyalət dövlətlərin əlindədir. İndi aşağıda sualı daha aydın soruşur. Deyir ki, who owns 90% of the land in Canada? Kanadanın %90 torpaqlarının sahibi kimdir? Kim bunu malikidir? Own olur malik. About, burada deyir ki, hudud, about olur hudud. Hududən 89%, %89 of Canada's land area, areası nə qəddir? Kanadanın böyüklüyü nə qəddir? 8.886.356 kilometr mürəbbə. Yəni hər tərəfdən 1000 metr. 4 tərəfi də gərək 1000 metr olanda olur 1 kilometr mürəbbə. Deyir ki, 8.886.356 kilometr mürəbbənin 89%-i kimdir? Is crown land. Ya, yenə burada diqqət eləsəz, yaşıl abi ilə, mavi ilə görsədir ki, crown landidir. Yəni, şahın torpağıdır. Which may either be federal, deyir elə bilər federal olsun ki 41%-dir, or provincial 48%-dir. The remaining 11% is private. Onu orada üstə dedik. İndi bundan sonra gəlir deyir ki, what country owns the most land in Canada? Deyir ki, hangi məmləkət Kanadada daha çox torpaq sahibidir? Diqqət buyurun, beləsi sualı. Bunları mən eləməmişəm. Bunları Kanadadan özündə eləyiblər. Ələnidir. İnternetdə fəqət axtarıb tapmaq istəyir. Mən də bunları dana-dana məqalələrdən oxumuşam, götürüb kopi eləmişəm. Görürsünüz, Google-də də kopi eləyəndə o kəlməni ki, siz axtarırsınız ya o kəlmə ki, önəmlidir, onu yaşıl abladır, mavi eləyir ki, siz rahatca onun üstündə şey eləyəsiniz. The land of Canada is solely owned by Queen Elizabeth II. Bu məqalə üçün Queen ölməmişdən qabaq yazılmışdı. Deyir ki, təhcanına, solely təhcanına. Kanadanın torpağının təhcanına sahibi olduğu adam kimdir? Who is also the head of state. Elizabeth'dir, mələkədir. Həm də deyir ki, o özü nədir? Dövlətin başıdır. Baxın, burada deyirlər ha, siyasətdə təsiri yoxdur. Məsələn, mələkə asqırsa dövlət deyəcək ki, nə oldu? Niyə asqırdı? Yəni, necə ki, bunun təsiri yoxdur? Necə ki, mələkənin, mən neçə il bundan qabaq bir araşdırma yapırdım. İstihdam özüm istirdim, o kaxda istihdam olmağa çalışırdım. Deyirdim, bəlkə İngilizce müqət vardı ki, istihdam ola bilirəm Elizabet'in dəftərində, dəstəyində. Onda gördüm, orada 4000 neçə nəfər adam işləyir. Və dünyada ən yuxarı hüquqlar onlarınkidir. Əlbəttə İranı çıxın qırığa, çünki İranda hüquq hesaba gəlmir. İranda qarət hesaba gəlir. Çünki məsələn Amerikanın prezidenti elə indiki vardı Biden, məsələn bunun hüququ İran prezidentinin hüququnun ya bir dənə filan idarəsinin başında oturan adamdan çox-çox azdır. Əgər səhv eləmirsəm, 5-6 il bundan qabaq mən Günas TV-də dedim, $200,000 idi. O zaman Barack Obama'nın gəliri $250,000 idi ildə, ayda yox, ildə. Amma məsələn siz gedin görün ki, $250,000 İranda məsələn filan kəsə bir dəfə şey verirlər, nə deyirlər? Nə bilim, karanə deyirlər, nə deyirlər? Neçə 100.000 verirlər. Əslən adam bilmir ki, bu nədir. Hər halda deyir ki, only 9.7% of the total land is privately owned while the rest is crown land. Diqqət buyurun, burada çox gözəl amar verdi. O birilərdə 11% demişdi.
89-a gələndə 11% deyirdi ki, private-dir. Yəni xüsusi adamların, şirkətlərindir. Amma burada deyir ki, sadəcə 9.7%-ı kulli bu torpaqlar ki, üstə dedik neçə milyon kilometr mürəbbədir onun 8 milyon neçə o 9 milyona yaxında kilometr mürəbbənin sadəcə 9.7%-ı privately owned, şəxsi şirkətlər ya adamlar əli ilə mülk olunubdur. While the rest qalanı, yəni onlar 90.3%. 90.3%-ı total land is privately owned and the rest is crown land. Tacın torpağıdır. The land is administered. Diqqət buyurun. O 90.3% torpaqlar, Kanadanın torpaqları, the land o is administered, idarə olunur on behalf of the crown. Crown'un yerinə. Kiminlə? By various agencies, müxtəlif ajanslarla or departments ya bölümlərlə, idarə bölümlərlə of the government of Canada. Kanadanın müxtəlif governmentlərin əli ilə. Yenə bunu soruşuram ki, harda deməsəm deyir ki, nə qədər var? Deyir, bunu mən əlbəttə özüm yazdım, buna görə ki, fəqət biləm, sualın belə qoymamışdı orada. Mən yazdım ki, İngilistan, Wales və North Irlandidə nə qəddir? O da belə deyir, under our legal system, İngilistanın qanun çərçivəsində the monarch currently King Charles III. Üçüncü Charles, Şah Charles ki, əl-an şahdır, indi mən ki danışıram sizin şahdır, as head of state, dövlətin başıdır. Owns the superior interest in all land in England. Deyir ki, ən üstün mənfəəti tamam İngilistan torpaqlarında ona aiddir. Ha belə, hara land in England, İngilistan, Wales adlı bir yerdə torpaqdır və Northern Ireland. Onlarda da bu belədir. In most cases, this is usually irrelevant, but it can become relevant if oran ötürək. Orada önəm daşımır. Is the land of Australia? İndi görək ki, Avstraliya qariləsi kimindir? Dostlar, bu da bir sual idi. Bunu axtarıram. Mən istirdim ki, Hindistanı da axtaram. Mütəəssifanə yadımdan çıxıbdı. Sizə o dedim də ona görə gəldim bura. O farsını deyəcəkdim. Görün ki, hardan hara gəldim. O Hindistanı axtarıram, görün ki, onun nə qədəri mələkənin ya şahındır. İndi şahındır. Is the land in Australia owned by the crown? Əcəba Avstraliyanın torpaqları İngilistan şahının əlindədir. O maliki odurmu? Deyir ki, crown lands comprise around 23%. Deyir ki, Australia land, Australia qariələsinin %23-ü mələkənindir. Beləsi deyək, şahındır, tacındır. Crown deyəndə tac olur da, indi bu tacı hər kəs başına qoysa onundur. Of which the largest single category is vacant land, comprising 12,5% of the land. Deyir ki, bu torpaq böyük qarilədir da özü. Onun 23%-i bunundur. Deyir, bunun da diqqət buyurun, ən böyük bölümü torpaqlardır ki, satılmağa hazırdır. Boş torpaqlardır, satılacaqlar. 12%. Crown land is used for such things as airport. Deyir ki, orada Crown landidən nə istifadə edirlər? O yerlər ki, şahında onlardan airport, military grounds ki, bayaq dedim Commonwealth-də qoyulan bunlardır. Public utilities, usually state, dövlət binaları. O ya şeylər ki, orada düzəlir ki, millətə satılsın. Məsələn, deyək, elektrikdir, nə bilim, sədlərdir, bunlar. Is sometimes
unallocated and served for future development. Okay, o da ki deyir gələcəyə saxlayırlar ki, gələcəkdə orada bir işlər görünəcəkdir. Deyir ki, indi sualı belə soruşubdur. Does the Queen own Crown land in Australia? Deyir ki, Crown land is held by the Crown, the King or Queen, in right of the state of Victoria. Victoria dövlətinin haqqıdır. Haqqı olduğu üçün orada onu idarə edir. İndi dostlar, burada yenə də bunu da deyim. Does the Crown own all land in New Zealand? New Zealand qarrədə, özü bir qarrədir demək olar. Oranı da əcəba yenə də tac idarə edir. The Crown Estate is estimated to comprise over 40% of the total area of New Zealand and is valuated at over $49 billion. Deyir ki, dostlar, bu New Zealand torpaqlarının %40'ı mələkənindir, yaşağındır, tacındır ki, ərzişi nə qədrindir deyir? $49 billion. Dostlar, fikirəm ki, mən dəqiq bilmirəm $1 billion nə qədərdir. Bunu bilmirəm. Amma New Zealand torpağının qiyməti o qədər qoyulubdur. Fəqət şahın, İngilizistan şahının. Hər halda çox sağ olun dostlar. Mən fəqət istədim bir şey deyəm qaldı. Amma fəqət istədim sizə görəsiniz ki, yer malikiyyəti nə qədər önəmlidir və bunu bilin ki, bizim vətənimiz, onun üçün o yer malikiyyəti üçün Kanadada, New Zealandda, Avustraliyada, nə bilim Velzdə, nə bilim İrlandidə, nə bilim harda onlar min adam gediblər, ölüblər ki, bu şah mülk sahibi olsun. Əlbəttə, onlar da fayda götürürlər. Onlara hüquq verir şah. O yerlərdən pul çıxadır, onlara hüquq verir. Amma o hüquq özünün aldığı puldan əlavədir, yəni o fərqlidir. Yəni şah aldığı pul ki, məsələn Kanadadan dedik neçə milyon alacaqdır. Mən indi bunu baxım bir də 132.1 milyon lira sterling alacaqdır. Dostlar, bu fəqət şahın özünə verilən kəşdir, nəqd puldur. Yoxsa indi əgər şahın burada adamları vardı, sərbazlar gələcək falan, bunlar hamısı ayrı bir yerdə yazıbdır ki, onların hamısı gərək Kanadalıların tərəfindən təmin olsun, versin. Hər halda mən nə istirdim görsədəm sizə, bu əksə bir də qeydim. Bundan sonra çünki onu qutardıq, mən ondan ötürü gəlmişdim. Deyir ki, İranda beləsi deyir. Qacarlar ki, türklərdir. Yəni, baxın, türklər. Müstəqim demir, qeyri-müstəqim deyir ki, türklər Moğuldular, biganədirlər, işğal eləyənlərdirlər. Bunu belə bir rəsmi məqalədə yazıblar. Yenə də göstərirəm. Bu, bunun şüarlarıdır. Bu da bunun vebqahıdır. Məhəmməd Rza Pəhləvinin adına açılan, idarə olan veb-saytın içində belə bir şey deyir. در ایران بیش از 90 مالک بزرگ یا فئودال یا زمیندار بزرگ وجود داشت که بیشتر آنان قاجاریان مغول بیگانه اشغال کننده ایران بودند. Yəni belə bir şey dostlar. Çox sağ olun, var olun. Umarım ki faydalı olmuş olsun.